Bugün GS-nin test drive sessiyasındayıq və Ərşad müəllim də gəlib GS avtomobillərlə tanış olmağa, bəyəndi ki, GS M-Q-nu idarə edəcək. Maşının birinci görkəmi insanı cəlb eləyir. Ona görə həvəslənirsən ki, görün bunun içində nə var. Kapotunun altında nə var, sükanın arxasında nə var. Ona görə də yoxlamağa dəyər. Hamıya düzgün hərəkətə öyrətmək lazımdır. Bəli, düzgün hərəkət etmək üçün də yaxşı elə budur. GS M-Q 2 benzin mühərrik, hibrid. Çox gözəl, salon super, adama ləzzət eləyir. Səs izolyasiyası super, dinamikasında da söz ola bilməz. Ərşad müəllim sürücü oturacağındadır. Məndə də çox yer qalıb, rahat oturmuşam. GS M-Q hibrid 2 litrlik daxili yanma motoru, yəni həm də elektrik mühərriki var. Daxili yanma mühərrikinin 140, elektrik mühərrikinin 182 at gücü var. Ümumilikdə elektrik mühərrikinin hesabına hibridlərin çox yaxşı torqu olur, yəni tez sürətlənə bilirlər. Qazı basanda istəyirsən ki, kapotun altında qəşəng güc var. Ərşad müəllim, əsas Yapon, Koreya avtomobilləri idarə eləmisiniz, olub sizdə. Çin avtomobili necədir? Əla. Mən bütün təəssüratlarımı yuxarı qaldırdı belə çox yüksək səviyyədə. Deməli başlı komfort var hər tərəfli. Mən düşünürəm ki, bu avtomobilin sahibi olanlar yolda ləzzət alacaqlar. Hətta tıxacda belə yorulmayacaqlar. Ərşad müəllim, düzgün hərəkət üçün nə lazımdır? Düzgün hərəkət üçün yol hərəkət qaydalarını qəşəng bilmək lazımdır. Bir dənə də belə gözəl maşın sürüb çıxmaq lazımdır yola. Gözəl panoram tavan da var. Sərnişinlər üçün ləzzətli bir mənzərə yarana bilər. Avtomobilin çox gözəl sürücü yardımçıları da var. Bax, indi biz park eləyirik. Görürsünüz, hər şey az qala sürücüyə deyir ki, elə sən belə otur yavaş-yavaş, maşını tərpət getsin. Özümüz nə lazım eləyəcəyik. Buna görə də bunu sürmək sadəcə komfort və ləzzətdir. Ərşad müəllim, xeyirli olsun. Xeyirli olsun. Xeyirli olsun. Xeyirli olsun.